Hamınızı salamlayıram. Bugün sizə belə bir naxışın toxunmasını istəyirəm göstərim. Noxud dənələri də elə bir dənə-dənədir. Bunun üçün mən milimin üstə neçə ilmək istəsəz yığa bilərsiniz də, tək-tək də ilməklər. 2 yığsaz, mən 18 ilmək yığmışam milimin üstünə. Sapım da 100 qramlıq 350 metrəlik sapdır. Bundan nə istəsəz toxuya bilərsiniz. Jilet, şəkət, svitrə, papağa, uşaq adyalına, ürəyiniz nə istəsə onu toxuya bilərsiniz. İndi bunun üçün mən belə milimin üstə bura 18 ilmək yığmışam. Burada rezinka toxumayacağım. Sizin rezinka nə tərsəsəz ürəyiniz o cürdə toxuya bilərsiniz. İndi mən burada 2 sıra tərs toxuyuram. Birinci ilməyi də toxuyuram. Birinci sıra olduğuna görə. Qalan ilməkləri də belə tərs toxuyuram formada. Bunu belə də toxuya bilərsiniz, düz. Yəni qoy mən düz toxuyum. Kimə necə asandır belə bu formadakı düz. Belə. Hər iki üzdən toxuyanda yenə tərs alınır. Formada. İlmələrin tərs alınması üçün düz üzdən belə düz toxumaq lazımdır ki, düz üzdə ilməklər tərs alınsın. Axırıncı ilməyin də tərs. İndi bu üzdən yenə ilməkləri birinci ilməyi götürürəm. Mən kənar ilməyi həmişə tərs götürürəm. Siz necə istəyirsiniz elə götürə bilərsiniz. Bu ilməkləri də yenə bu üzdən də düz toxuyuram. Belə. Kənarı da yenə tərs toxudum. İndi bura düz üzüdür. Düz üzdə ilməklər tərsdir hamısı. İndi buradan mən kənarı götürürəm. Bir düz toxuyuram. Bu ikinci ilməni, bu tərs ilmənin buradan yox, buradan altındakı boşluqdan belə çıxardıram. Bir artırıram, yenə bir dəfə də çıxardıram. Elə bir 3 ilmək çıxardıram. Yenə bir düz toxuyuram. Yenə bu tərs ilmənin altından, buradan yanına yox, altdakı boşluqdan çıxardıram. Bir artırma edirəm, yenə həmin yerdən bir dəfə də çıxardıram, 3 ilmək. Sonra bunu mildən çıxardıram. Yenə bir düz. Yenə də bu altdakı boşluqdan çıxardıram. Birini artırıram, yenə eyni yerdən bir dəfə də çıxardıram. Yəni bir ilməkdən 3 ilmək olur. Yenə bir düz, yenə həmin yerdən boşluqdan çıxardım. Bir artırdım. Yenə bir dəfə də çıxardıram. Yenə bir düz. Bir düz, yenə altdakı boşluqdan
Çıxardım. Bir artırma elədim. Bir dəfə də yenə çıxardım. Yenə bir düz. Bir düz. İndi bir ilmek qaldı. Bunu da yenə bir dəfə çıxardım. Bir artırdım. Bir dəfə də yenə çıxardım. Kənarı da tərs toxudum. İndi tərs üzdən kənar ilməni götürürəm. Birinci ilməni yenə düz toxudum. Bu 3 eləmişdik. Bu üçünü bir yerdə çıxardıb əvvəlki sayına gətirirəm. Bir yenə düz toxuyuram. Yenə düz toxudum. Bu 3 ilməni yenə 3 ilməkdən bir ilmək çıxardım. Bütün ilməkləri yenə bu formada düz toxuyuram. Yenə bu üçünü bir yerdə götürürəm. Tək ilməni yenə düz toxudum. Yəni bu 3 ilməkdən də düz, kənarı da tərs. Belə bir düyünlər əmələ gəlir burada. İndi burada təzədən kənar ilməni götürürəm. İndi bu tək ilməkləri hansı ki birinci sırada hamısını düz toxumuşduq. İndi bunların üçündən, altından götürüb 3 ilmək çıxardıram. Bu düyün elədiyimiz ilməyi indi düz toxuram. Yerlərini dəyişirəm. İlməklərin. Götürdüm, artırma eləyirəm. Yenə belə. Yenə bu düyünü, buradakı düyün qoymuşduq. Bunu düz toxuyuram. Bu birisi ilməyim buradan yox. Buradan, altdan götürürəm, bir artırma eləyirəm. Yenə bir düz. Formada axıra qədər belə toxuyuram. Kənarı da yenə tərs toxudum. İndi tərs üzdən kənar ilməni götürdüm. İlməkləri yenə düz. Üçləri yenə bir ilmək eləyirəm, düz toxuyuram. Bu aradakiləri da, tək ilməkləri də yenə düz toxuyuram.
Yəni kənarı da tərs toxudum. Formada belə bir naxış alınır. İndi bu sırada yenə birinci sırada necə eləmişdiksə, elə hər dəfə yerlərini dəyişirik. Belə bir tumurcuqlar alınır formada. Sağ olun. Əgər bəyəndinizsə abunə olmağı, bəyən düyməsini də basmağı unutmayın. Gələn videomda görüşənə qədər.